Balakəndən, Zaqataladan, oralardan qonaq gələndə əhval-ruhiyyə də tamam başqa cür olur. Çünki ifaları, onların oxuduğu mahnılar insanı kövrəltməyə qoymur da. Yalnız və yalnız rəqs eləmək istəyirsən. O yüzden mən elə dəvət eləyəcəm. İlk olaraq Nur İnstrumental Ansamblı ilə birlikdə fəaliyyət göstərən, özü əslən Gürcü qızı olan, Gürcüstanlı olan, amma Balakəndə çalışan, Nur İnstrumental Ansamblı ilə çalışan, onlarla toylara gedən, hə qardaş, sizlə toylara gedən və bugün də Azərbaycanlılarımızın, elə həm yerlərimizin, bütün xalqların, Azərbaycanda yaşayan xalqların toylarında çıxış eləyən bir ifaçını dəvət eləyəcəm. Gözəl səsli Nani Cavadova gəlir. Təqdim eləyək ifası ilə elə proqramımıza giriş eləsin.
alqışlarla Nani xanım, xoş gəldiniz. Təşəkkür edirik. Çox sağ olun dəvət elədiyiniz üçün. Bizi izləyən tamaşaçıları da salamlayıram. Çox sağ olun. Necəsiz, nə var, nə yox? Çox sağ olun, yaxşıyıq. Biraz həyəcanlıyıq. Niyə həyəcan? Neçə illərdir xidmət aparırsınız, həyəcan olmamalıdır. Veriliş tamam başqadır da ona görə. Toylarda həyəcan olmur, hə? Toylar həyəcansız aparır. Yox, əlbəttə ki, hə. Neçə ildir toy oxuyursunuz? Bu 7 il olur. 7 il oldu. 7 il bundan qabaq nə edirsiniz bəs? Heç nə, evdə. Evdə. Bəs birdən kim dedi ki, gəl sən müğənni ol, toylara gedək? Mən ümumiyyətcə məktəb vaxtında evdə məktəbdən gələrdim həmişə elə yüksək səslə oxuyardım. Mənə deyərdilər ki, oxu, oxu. Müəllim var? Səs üçün. Namik müəllim, salamlayıram Aha, sizləri. Ustad Nur Namik ansamblı. müəllim. Əlbəttə ki, onun əziyyəti mənim üzərimdə çox böyük rol oynayır. Təşəkkür edirəm, çox sağ olun. Namik müəllim sizə hər Mənim şey musiqi təhsilim toyla bağlı- yoxdur, amma musiqi ilə bağlı, yəni Namik müəllim öyrədibdi. Çox sağ Gürcü olun. qızı. Bəli. Azərbaycanda bir Gürcü qızı var, Banana. Hə, İngiloyuq Aha. əslində. Ha. Balakəndə yaşayan İngiloylarıq. Ha, orada Yəni- gəlmisiniz də. Bəli, bəli. Ha, orada doğulmusunuz siz Balakəndə. Bəli, bəli. Amma əsl kök gedir o tərəfə. Xeyr, elə bir Balakəndə kəndləri var, İngiloydur, Xalqlar var Avardır. da. Əlbəttə ki, Ha. hə. Yəni bizim belə sizi